Herkese salam. Bugün bir zamanlar YouTube'da ve diğer sosyal platformalarda məşhur olan çantamda nə var videosunu çəkirəm. Çantam Coach markasına məxsusdur. Ağ rəngdədir. Yanında isə özü ilə birlikdə aldığım bu şəkildə kiçik bir aksesuarı var, gilas formasında. Çantam cəmi bir böyük gözdən ibarətdir. İçi bu formada görsənir. Əslində kiçikdir, amma mənə görə normal ölçüyə sahibdir. İlk öncə pul kisəm çıxır. Victoria's Secret'dən əldə etmişəm. Əslində mən bunun məşhur olan o pink rəngini istəyirdim. Lakin mən aldığım zaman saytda olmadığı üçün stokda bunu almaq məcburiyyətinə qaldım. Amma bu da çox bəyənərək istifadə edirəm. Daha sonra isə son vaxtlar ən çox istifadə etdiyim dodaq kombomdan biri olan Golden Rose'un bu şəkildə bir glossu çıxır. Rəngi o qədər gözəldir ki, bu glossların istənilən dodaq kombosunu əldə etmək mümkündür. Daha sonra isə Flormar'ın Sheer Up seriyasına məxsus olan bu dodaq boyası çıxır. Nömrəsi 002'dir. Hal-hazırda ən çox əlimin getdiyi dodaq boyamdır. Teksturası, rəngi, dodaqda duruşu o qədər gözəldir ki, qaymaq kimi yayılır dodaqda. Daha sonra isə Jacobs'un belə bir kofesi, üçü birində. Əslində çox sevmirəm kofe içməyə, amma işdə çox yuxum gələndə məcbur oluram içməyə. Belə bir kiçik ətir çıxır. Və Golden Rose'un yenə dodaq qələmidir. 02 nude rəngidir. Ucu bu şəkildə qırılıb. Daha sonra belə bir qələm çıxır. Və belə bir əl kremi. İşte tez-tez əllərimi yuyuram və əllərim quruyur buna görə. Bunun üçün də balaca bir əl kremi atmışam sumkama. Boranın nəm salfeti. Yenə deyəsən salfetka var. Bəli, yenə Boranıya məxsus ikinci nəm salfet. Belə bir konfet. Və daha sonra yenə bir şokolad çıxır. Və dodaqlarım tez-tez quruduğu üçün Carmex'in belə bir dodaq nəmləndiricisi. Və daha sonra Mentos sakız. Belə bir broşka. Və ən sonda isə 2 dənə belə flash kart çıxır. Və çantamda olanlar bu qədər idi. Çox bəyənərək, sevərək istifadə etdiyim bir çantadır. Növbəti videolarda görüşmək üzrə. Sağ olun.